Allah Teala bizi bu hayatta yaradıb və hər bir insan üçün keçəcək günlər təyin edib. Yəni, hər bir məxluq bu dünyada, bu həyatda bəlli bir vaxt yaşayır, sonra səfər edir, tərk edir, Allaha tərəf yönəlir. Yəni, Allah Teala qulları üçün kişilər və həmçinin qadınlar üçün bəlli günlər təyin etmişdir. Və həmçinin qullarına xatırlatmışdır ki, bu günlərdə salih əməllər əksinlər. Yəni, bu dünyadan axirətə tərəf çıxdığı zaman, yəni onun üçün bir azuqə olsun. Yəni, onun həyatı kəsilməsin. Yəni, ölülərin sırasında olduğu zaman onun həyatı kəsilənlərdən olmasın. Və qeyd olunacaq, danışılacaq mövzu da yəni ölüm haqqındadır. Və xüsusən də yəni insanın qəbirdə ilk gecə yaşadığı anlar. Yəni Allah Teala ölümü hər bir canlı üçün yazmışdır. Yəni bu dünyada yaşayır, sonra hamının dönəcəyi yer ölümdür. Və ölüm də Allah Teala'nın əlindədir. Kimisi xəstəliklə ölür, kimisi hər hansı bir hadisədə dünyasını dəyişir. Yəni sonda bunun adı ölüm sayılır. Allah Teala buyurur: "Kullu nefsin zâiqatul mevt." Yəni hər bir kəs ölümü dadacaqdır. Hər bir nəfs ölümü dadacaqdır. Və innəmə tuvaffavna ucurakum yevməl qiyamə. Yəni qiyamət günü sizin mükafatlarınız tam olaraq veriləcək. Fəmən zuhzihə anin nari və udxiləl cənnətə fəqad fəz. Yəni kim cəhənnəmdən uzaqlaşdırılaraq cənnətə daxil edilərsə, artıq uğur qazanmışdır. Yəni əsl uğur, zəfər, qələbə, yəni insanın cəhənnəmdən uzaqlaşdırılaraq cənnətə daxil edilməsindədir. Yəni hər hansı bir oyunda qələbə çalması deyildir. Və yaxud da dünyada hər hansı bir vəzifəyə və yaxud nailiyyətlər əldə etməsi deyildir. Ola bilər, onlar qismən cüzi bir uğur sayılsın, amma əsl uğur Allah Teala buyurur: "Fəmən zuhzihə anin nari və udxiləl cənnət fəqad fəz." Yəni kim cəhənnəmdən uzaqlaşdırılaraq cənnətə daxil edilərsə, artıq uğur qazanmışdır, udmuşdur. Və məl həyatud dünya illə məta'ul qurur. Və dünya həyatı keçici zövqdən başqa bir şey deyildir. Həmçinin bu ayədə zuhzihə anin nar, cəhənnəmdən uzaqlaşdırılarsa, yəni bu söz ərəb dilində yəni bir şey çətinliklə uzaqlaşdırmağa deyilir. Zəhzəhə çətinliklə uzaqlaşdırma. Yəni bu da onu bildirir ki, yəni insanın cəhənnəmdən uzaqlaşdırılması heç də asan deyildir. Nə üçün? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Huffətil cənnətu bil məkəri və huffətin naru bil şəhavat. Cənnətin ətrafı nəfsə ağır gələn işlərlə, cəhənnəmin ətrafı isə nəfsə xoş gələn işlərlə əhatə olunmuşdur. Allah Teala başqa ayədə buyurur: "Kəllə izə bələğatit təraqi." Ruh boğaza, körpücük sümüklərinə yetişdiyi zaman və qilə mən raq, deyiləcəkdir ki, kim onu qoruyar, onu xilas edər və yaxud da raq onu ruqyə edər. Yəni insan artıq o vaxtda
yəni son anlarında ətrafdakılar, əgər atadırsa, evladlar deyər ki, kim onu xilas edər? Və yaxud yoldaşıdırsa, yoldaşı deyər ki, kim onu xilas edər? Evladdırsa, valideynlər deyər, kim onu xilas edər? وَظَنَّ أَنَّهُ الْفِرَاقِ İnsan isə artıq yəqin olaraq biləcəkdir ki, o ayrılıqdadır. Yəni, dünyanı tərk edir. وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ Və ayaqlar bir-birinə dolaşacaqdır. İlə rabbikə yevmə idinil məsaq Və o gün sənin dönüş yerin Rəbbinədir. Qaf surəsində yenə Allah Teala buyurur: "Və cəət səkratul mevt bil haqq." Ölümün ağır anları haqla gəldi. Zəlikə mə kuntə minhu təhid. Və sənin yəni yayınmaq istədiyin, yəni qaçmaq istədiyin elə bu idi. Və nufiqə fis-sur, sur çalınacaq. Zəlikə yevmul va'id. Yəni o gün, surun çalındığı gün artıq vəid, hədə günüdür. Başqa ayələrdə Allah Teala buyurur: "Ya eyyuhellezine amenu la tulhikum amwalukum və la auladukum an zikrillah." Ey iman gətirənlər, nə mallarınız, nə də uşaqlarınız sizi Allahın zikrindən yayındırmasın. "Və men yef'al zalika fe ulaika humul khasirun." Yəni kim belə edərsə məhz onlardır xasirlər, ziyana uğrayanlar. Və anfiqu mimma razaqnakum min qabl an ya'tiya ahadakumul maut feyaqul rabbi lawla akhartani ila ajalin qaribin fa asaddaqa və akun minas salihin. Sizə verdiyimiz ruzidən sizin birinizə ölüm gəlib çatmazdan əvvəl xərcləyin. Və o vaxtı insan deyəcəkdir ki, ey Rəbbim, mənə biraz möhlət ver də, sədəqə verib də salihlərdən olum. وَلَنْ يُؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَاءَ أَجَلُهَا Allah Teala əcəli çatan bir kəsə möhlət verməz. Vallahu xabirun bima ta'malun Və Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Yəni Allah Teala öz kitabında ölüm üçün hazırlaşmağın əhəmiyyətini bəyan edir. Ölüm nazil olduğu zaman insan qayıtmağı arzulayacaqdır. Nə üçün? Salih əməllər etmək üçün. Arzulayacaqdır ki, bir saat olsa, yəni bir an olsa qayıdaraq Allaha yaxınlaşdıran salih əməllərdən etsin və ona səadət qazandıracaq yaxşı əməllər etsin. Ölümündən sonra ona xoşbəxtçilik, səadət qazandıracaq salih əməllər etsin və onun mübarək səmərəsini, bəhrəsini öləndən sonra görsün. Və həmçinin öləndən sonra onu əzabdan qurtaracaq əməllər etmək istəyir. Allahla dünyadan çıxdığı zaman və Allahla qarşılaşdığı zaman. Allah Teala buyurur: "Hatta izə cəə ahadahumul maut qala rabbi irci'un." Onlardan birinə ölüm gəlib çatdığı zaman deyəcəkdir ki, ey Rəbbim məni qaytarın. "La'alli a'malu salihan fima tarakt." Ola bilsin mən tərk etdiyim əməllərin müqabilində yaxşı işlər görürəm. Baxın, insanın sözünə o vaxtı deyəcək ki, ey Rəbbim məni qaytarın. Yəni Allah Teala'nı rübubiyyət adı ilə çağıracaqdır. Rəbbim. Çünki orada Allah Teala'nın əzəməti bəlli olacaq. Yaradan odur, ruzi verən odur. Və buna görə də Allah Teala qullarını o hazırlıq üçün, o hazırlığı istəməzdən əvvəl o hazırlığa çağırır. La'alli amalu salihan fima tarakt.
Ola bilsin, mən tərk etdiyim əməllərin müqabilində yaxşı işlər görərəm. Allah Teala buyuracaqdır, kəllə xeyr. İnnəhə kəlimətun huvə qailuhə. Bu sadəcə onun dediyi boş bir sözdür. Və min vəraihim barzəxun ilə yevmi yub'athun. Onların önündə qiyamət gününə qədər olacaq bərzəx aləmi vardır. İnsan bu dünya həyatında bəlli günlər yaşayır. Müəyyən illər, hansı ki ona yazılıb, təqdir olunub və bundan sonra hədimul ləzzət, ləzzətləri parça-parça edən ölüm ona hücum edir və bütün ləzzətlərini dağıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə xəbər vermişdir ki, bu ölümü xatırlasınlar. Ölümün ağır anlarını xatırlasınlar. Ləzzətləri parça-parça edən ölümü xatırlasınlar. Hətta xoşbəxtlik, səadət içərisində olduğun zaman ölümdən qafil qalma. Və həmçinin dünyanın yorğunluğu içərisində olduğun zaman, xəstəliklər içərisində və xatırla ki, bu həyatdan sonra ölüm var. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, mə zəkərəhu əhədun fi səatin illə dayyəqəhə aleyh. Yəni, kim ölümü genişlik içərisində olduğu zaman xatırlayarsa, onun genişliyini ona daraldar. Və lə zəkərəhu əhədun fi dıqin illə vəssəəhə aleyh. Və kim onu sıxıntı içərisində olduğu zaman xatırlayarsa, onun sıxıntısını genişləndirər. Yəni, bu ölümdür. Hansı ki, bundan heç kəs qurtula bilməz. Yəni, bugün əgər yaxınlar dünyasını dəyişirsə, sabah sən də öləcəksən. Qonşu ölür, yəni sabahsı gün, necə ki, bugün daşıyırıq, sabah özümüz daşınılacaq. Və bugün sənin dostun, yoldaşın ölür, sabah, yəni növbə səndədir. Böyük və həmçinin balaca ölür, hakim, məhkum, güclü və zəif hamısı ölür. Qazi də ölür, əmir də ölür. Miskin, kasıb, əkinçi, cavanlar da ölür. Kişilər də, qadınlar da. Yəni, sən isə nə qədər qalacaqsan bu dünyada? Hanı o ölən insanlar, yəni insan öz həm yaşıdlarından, yəni xatırlasın, neçə insanlar var. Yəni, artıq onlar dünyalarını dəyişiblər. Hanı o kəslər ki, onlarla birgə yaşayırdın, günlər, aylar. Hanı onlar, hanı onların malları. Hamı dünyadan çıxıb, kimə ölüm yazılıbsa, dünyadan artıq dünyanı çıxıb, tərk edib və kim qalıbsa, o da həmçinin onların səfər etdiyi kimi səfər edəcəkdir. Və buna görə də insan qəbirstanlığı ziyarət etməlidir, qəbirləri. Və görəcəkdir ki, orada nə qədər tanıdığı insanlar var. Və heç düşünmürdü ki, ölüm onlara hücum edər. Və həmçinin öz qonşularından düşünmürdün ki, onlara bu cavanlıq vaxtında ölüm hücum edər. Və onlar da heç düşünmürdülər, gözləmirdilər. Yəni, ölüm onlarla o arzuları arasını kəsdi. Və qəfildən ölüm onları yaxaladı, ölülərin sırasında oldular. Və buna görə də hər bir cavan və valideyn və həmçinin bunu eşidən insanlar, hətta qadınlar, yəni bizim günlərimiz və həmçinin sizin günləriniz də bəllidir. Vaxtımız da, sizin vaxtınız da bizim əlimizdə deyil. Bu Allah Teala'nın yaradanı əlindədir. Və Allah Teala sənin yaşamağın üçün bəlli bir günlər təyin etmişdir. Yəni, bu günlərdə nə qədər salih əməllər edirsən, yaxşı əməllər və qəflət nə vaxta qədər sürəcəkdir. Sən bu dünya həyatında yaşayırsan
ve bundan sonra ölüm sənə hücum edir ve sonra kişilerin çiğinlərində daşınacaqsan. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Əbu Hüreyrə radiyallahu anh gələn hədisdə buyurur ki, İzə mətə İbn Adəm inqata aməluhu illə min thələth. İnsanoğlu öldüyü zaman üç şeydən başqa onun bütün əməlləri kəsilir. Sadaqatin cəriyə, axan sədəqə, əv ilmin yuntəfəu bi və yaxud faydalı ilim, əv vələdin salihin yəd'u ləh və yaxud ona dua edən salih evladın duası. Yəni insanın dünyasından hər bir şey kəsilir, ticarət kəsilir və insan öz evladlarını tərk edir, maşınını tərk edir, vəzifəsini tərk edir, işini tərk edir və evləri tərk edir və yumuşaq yatağını tərk edir. Və sənə yalnız etdiyin salih əməllər qalır. Və sən elə düşünürsən ki, səninlə ölüm arasında məsafə çoxdur. Ətəzunnu ənə həyatəkə bə'idə anil mevt və elə düşünürsən ki, güman edirsən ki, yəni ölüm sənin həyatından uzaqdadır. Və insan bilmir sabah nə qazanacaq. Hansı yerdə öləcəyini heç kəs bilmir. Və sən bilmirsən, ölüm sənin sahənə nə vaxt enəcəkdir. Neçə cavan insan, yəni cavanlığın güclü, qüvvətli vaxtında ölülərin sıralarında oldular. Və insan məscidə gəldiyi zaman, yəni bunu hiss edə bilər, görə bilər, nə qədər insan onunla bərabər məscidə gəlirdi və indi isə artıq ölülərin sıralarındadır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə mətəl meyyit təbi'ahu thəlâthətun əhluhu və məluhu və aməluhu fəyərcu əhluhu və məluhu və yəbqal əl-aməl. Yəni insan öldüyü zaman üç şey cənazəni təqib edir. Ailəsi, onun malı və əməli. Ailəsi və malı qayıdır və əməli isə onunla bərabər qalır. Yəni mal o vaxtı atlar və kölələr də insan bastırarkən yəni cənazə ilə bərabər gedirdi. Sonra onlar hamısı qayıdırdı. Yəni onun malı deyildiyi zaman. Və insan çiynlər üzərində daşınır və səni qəbirstanlığa çatdırırlar. Və öz qəbrinə qoyulursan. Ailən qayıdır. Dostların, yoldaşların qayıdır, evladların qayıdır. Və həmçinin səni sevənlər də qayıdacaq. Və insanlar bir-birlərinə ötürəcəklər ki, sən artıq ölmüsən. Və sənin namazına gələcəklər. Sonra səni qəbirə qoyacaqlar və qayıdacaqlar. Və sən isə qəbirdə tək qalacaqsan. Ailən də, malın da, evladların da hamısı qayıdacaq. Hətta səni sevənlər də. Hansı ki, sən onlara baxmaqla xoşbəxt olur, sevinç əldə edirdin. Və səni tək buraxacaqlar. Hansı ki, işdə səninlə bərabər işləyənlər də səni tərk edəcəklər. وَالَّذِينَ مَعَكَ فِي الزِّرَاعِ Digər əkində işləyənlər və ticarətdə işləyənlər və səni tərk edəcəklər. وَيَرْجِعُونَ Qayıdacaqlar. Və sən isə qəbirdə etdiyin əməllərin hesabını verəcəksən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə qəbrin yanından keçir və deyir ki, İxvani limithlə hədə fə'iddu Ey qardaşlarım, bunun kimi mənzərəyə hazırlaşın, əməllər edin. Limithli hədə fə'iddu, a'iddu limithli hədil hələ, yəni belə bir hal üçün hazırlaşın. Belə bir vaxt üçün hazırlaşın. Osman ibn Affan radiyallahu anhu oturur. Mən ma'hu alə şəfiri qabrin fəbəkə radiyallahu anhu və onunla birgə olanlar da qəbrin ətrafında otururlar. Və Osman radiyallahu anhu ağlamaya başlayır. Və onunla bərabər olanlar deyirlər ki, məyub ki, səni ağladan nədir?
deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, ənnə mən necə min hədə fəmə bə'dəhu əysər minhu. Yəni, kim bundan xilas olarsa, qəbirdən, bundan sonra olanlar daha asan olacaqdır. Mən necə mimmə yuanihi əhlül qubur. Yəni, qəbir əhlinin o çəkdiyi sıxıntılardan nicat taparsa, bundan sonra olan daha asan olacaqdır. Yəni, bu da sənin axirət səadətinin əlamətidir. Qəbirdə işlərin asanlaşması. Hüseyin ibn Ali ibn Əbi Talib radiyallahu anhu qəbirstanlığın yanından keçir. Fəqalə mə əskənə zavahirəkə və təhdəkə əd-dəvahi əllədə yanzuru iləl qubur mən alə zahrihə yərə ənəhə ardu və ənə təhdəhə əl-qubur və entəhəynə kəm min unəsi fil qubur yuanunə muanət lə ya'ləmu bihə illallah. Sənin zahirində nə qədər yaşayanlar, amma sənin altında isə, yəni yerin altında isə nə qədər dəhşətlər vardır. Yəni, insan qəbirstanlığa gedib baxdığı zaman elə bilir ki, yerdir, torpaqdır. Amma altında isə dəhşətlər vardır. Yəni, qəbirdə nə qədər insanlar vardır ki, əziyyət çəkir, əzab içərisindədir, bunu yalnız Allah bilir. Kəm min unasin fil qubur kənu afsah minkə lisanən. Yəni, o qəbirdə neçə insanlar var idi ki, səndən daha fəsahətli idilər. Səndən daha danışığı, bəyanı daha güclü idi. Və ifadələri daha zəkalı idi. Və aqva minkə fil xitab və həmçinin o xitabı danışarkən səndən güclü idi. Və ədhə minkə fi cəmil əmval və həmçinin malları toplayarkən səndən daha dahi idi. Və həmçinin səndən daha güclü idi. Və humul ən təhtəl qubur və onlar isə hal-hazırda qəbirdədirlər, torpağın altındadırlar, hərəkət edə bilmir, nə də əməl edə bilirlər. Kəm min unasin tanzur ileyhi və tadun ənəhu seyəkun və yəkun fəcə həcəmə aleyhil marad. Neçə insanlar var, baxırsan və bir də görürsən qəfildən xəstəlik ona hücum edib. Thumman təqalə ba'dahu iləl qabr, bundan sonra isə qəbirə köçür. Və ənə və əntə aləd-dərbi səirun. Mən də, sən də bu yolda gedirik. Yəni, Allaha tərəf. İələm mətə əcəl, yəni bilmirik ki, yəni əcəl nə vaxt, yəni bunu yalnız Allah Teala bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, fil qubləmmə marra alə rəculun və huvə meyyid fil qabr qalə rək'əteyni ində hədə xeyrun lehu min bəqiyyəti dünyakum. Bir qəbrin yanından keçdiyi zaman deyir ki, onun üçün 2 rükət sizin bütün dünyanızdan daha xeyirlidir. Demədi mal, demədi evlər, demədi əkin, əkinçilik, ticarət, vəzifə. Və ləm yəqu eyyə şey min umurud dünya. Dünya işlərindən heç birisini demədi. 2 rükət namaz dünyadan, bütün dünyadan daha xeyirlidir. İnsan öldüyü zaman qəbrə daxil olur. Və burada artıq arzular kəsilir. İnsanın arzuları qırılır. Və həmçinin həyatı kəsilir. Və buradan artıq insan başqa dünyaya keçir. Yəni, axirət aləminə. Dünya aləmindən axirət aləminə keçir. Və min həhunə sarə fi idət mən inqata əxbaruhu. Və buradan artıq xəbərləri kəsilən kimsələrin sırasında olur. Və min həhunə sarə fi ədəd mən ləm yu'raf əhvaluhu. Və bundan sonra halları bilinməyən kimsələrin sırasında olur. Artıq Allahın qarşısındadır. Etdiyi əməllərin hesabını verir. Dünyasından qırılıb. Qəbrin zülmətində inqata anhu kullu ma kana yatma'u fihi fid dunya. Artıq dünyada bütün arzuları hamısı kəsilib. Uzun arzular var idi.
uzun fikirlər, məqsədlər, cavanlarda olan məqsədlərdən, arzulardan hamısı kəsilib. Və sara fi idadil aləmil axir, artıq başqa bir aləmin içərisindədir. Qəbirdə olan ilk gecə, həqiqətən bu şiddətli gecələrdən sayılır. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnəl meyyitə ləyəsmə'u qar'a ni'alihim və hum yansarifun. Meyyit insanların ayaq səslərini və ayaqqabı səslərini onlar döndüyü zaman eşidir. Və bu da ilk müsibət sayılır. Yəni qəbirdə bizə üz verən ilk müsibət, yəni o qayıdan insanların ayaq səslərini insan eşidir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özündən heç nə danışmır. Və mə yantiqu anil hava in huva illə vahyu yuha. Yəni o öz kefindən, havasından danışmır, onun danışdığı yalnız ona olunan vəhidir. Yəni sən təsəvvür et, qəbirdə, yəni ilk qəbrə qoyulmusan, torpağın altında və üzərinə torpaq atıblar. Həmçinin və izə bikə təfiqu fi qabrik. Bir də görürsən artıq qəbirdə ayılmısan. Və ilk eşitdiyin yaxınlarının, ailənin, qohumların ayaq səsləridir. Və onlar səni orada tək halda tərk edir. Səni kimə tərk edirlər? Əntə tərahum tərakuk əshabuk bəqəv alə qabrik. Və sən artıq görürsən ki, sənin yoldaşların səni tərk ediblər, qəbrin üzərində sənin üçün ağlayırlar. وَالنَّاسُ تَنَاقَلْ وَفَاتَكَ وَسَالَتْ دُمُوعُ وَحَزْنَ الْأَحْبَابِ وَفَجَعَ الْأَوْلَادِ. Və artıq göz yaşları axır və sevənlər kədərlənir. Ailə, uşaqlar, valideynlər. وَضَاقَتِ الْأَرْضُ عَلَى الْأَصْحَابِ. Və yoldaşlarına yer genişliyi ilə dar gəlir. Və bu vaxtda hamı səninlə vidalaşır və qayıdırlar. Yəni sən hanı artıq o qəbrə qoyulduqdan sonra sənin malın, sənin bahalı maşının və evində olan yumşaq döşəyin və bahalı paltarların, hanı bütün bunların hamısı? Və artıq bir kəfənə bürünmüsən. Torpağın altında. Rubbama kunta fi'd-dunya law ittasaqa şey min thiyabi lam tarda an tabqa qalail. Dünyada paltarın çirkləndiyi zaman az bir müddət belə qalmasını istəməzdin. İstəyərdin ki, onu dəyişəsən. Və indi isə artıq torpağın altındasan. Və onlar da üz çevirib gediblər, səni tərk ediblər və sən isə yalqız qəbirdə qalmısan. Fi qabrikə fil leyləl ulə. Birinci gecə. Əmmə leylətə əntə təhtə əl-ard leysə bicənbik əhəd. Və bundan əvvəl yanında yoldaşın, uşaqlar, sevdiyin kimsələr var idi. Və bura qoyulduqdan sonra isə yanında heç kəs yoxdur. Sən yerin altında, sənə ünsiyyət verəcək, yəni dünyada ünsiyyət verən kimsələrdən heç kəs yoxdur. Əgər bizdən birini qaranlıq bir otağa qoysalar, fi məkan və fi dunya, hətta dünyada ikən, sağ həyatda ikən qaranlıq bir yerə bizdən birini qoysalar, və baqiyəl məkan muzlimən la yara kəffə yedi. Və insan qaranlıq otaqda öz əlini içini görə bilmir. İnsanın hissləri necə olar? Fəkeyfə və hiyə qurfə mütəbəidil ətraf qulli keyfə səkun hali. Xüsusən də böyük bir qaranlıq otaqda insanın halı necə olar?
Və burada isə vəhi əmtar tuda və hal la tərtaibu minhəl qulub. Balaca bir yerə insan qoyulur və elə bir yerdir ki, qəlblər bundan titrəyir. Ləv ənə əhədən yaxva və salə iləl-qabr və vada'a nəfsəv aləl-qabr və cəalə nəfsəv fil-qabr keyfə səyəkun hal. Və insan özünü bir düşünsün, özünü elə belə qəbrə qoysa və düşünsədir, onun halı necə olar? Hələ diri ikən. Və huvə həyyun ləv cəə ilə qabri minəl-qubur. Qəbirlərin, yəni qazılmış qəbirlərinin birinə gələrək özünü ora qoysa. Və huvə yaraş-şəms vəl-ard keyfə səyəkunul hal. Hətta görsən günəşi görür, yeri görür. Amma bununla yanaşı, yəni hal dəyişər. Keyfə sətəkun əvvələ və əntə tərə fil-leyləl ulə əntə alə mə əntə alə və əntə ələn təhtə turab, əntə lən təhtə turab vahid. Amma ilk qəbrə qoyulduğun zaman yalqız şəkildə onda hal necə olacaqdır? Nə yaxın var, nə ünsiyyət verəcək bir kimsə var, nə yoldaş var, nə evladlar var və əməllərinə görə hesab çəkirsən. Rəbbin haqqında sənə sual verilir. Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Lərubbəmə fis-sufufil ulə minəl mədəris fid-dunya tusalan və ola bilsin insana dünyada ikən hələ balaca yaşlarında bu öyrədilir və qəbirdə isə bunu soruşan mələklərdir. Sənin yerinə kim cavab verəcəkdir? İlləm yəkun lədəykə əməl salih. Əgər sənin salih əməllərin yoxdursa, səni kim xilas edəcəkdir? İdə ləm yəkun lədəykə əməl salih lədi yuncikə fil-qabr. Əgər sənin qəbirdə səni xilas edəcək salih əməlin yoxdursa. وَالَّذِي يَجْعَلُكَ تُجِيبُ عَنِ السُّؤَالِ الَّذِي أَخْبَرَ بِهِ نَبِيُّ الرَّحْمَةِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ أَصْبَحْتَ فِي لَيْسَ لَكَ أَحَدٌ مِمَّنْ تَعْرِفُهُمْ. Və Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, yəni orada insanın tanıdığı kimsə olmayacaq, onun yerinə cavab verəcək bir kimsə olmayacaqdır. Və ünsiyyət əldə edəcək bir kimsə olmayacaq. Və onlar səni tərk edərək gedəcəklər və sən özünə baxacaqsan. Və tandur ilə cəsədik və qad arreyti minə mələbisik və asbaht fil qabr alə halət la ya'ləmu bihə illallah. Və artıq elə bir halda olacaqsan ki, onu yalnız Allah Teala bilir. Tamurru aleykə leylə min əşəddil ləyəli. Yəni o gecə insan üçün ən ağır gecələrdən olacaqdır. Hasan Basri rahimehullah deyir ki, leylətəni ləm yəsmə'in nəsu bimithlihimmə fid-dunya. Yəni iki gecə vardır ki, yəni insanlar onun kimisini dünyada eşitməyiblər. İki gecə. Ləm yəsmə'in nəsu bimithli fid-dunya qalə əvvəlil fil-qabr və əvvəlilə sabihətə ilə ardil məhşər min əşəddil ləyəli. Gecələr içərisində ən şiddətli olan birinci ilk qəbrə qoyulan gecədir və ikincisi isə sübhü məhşərə olan gecədir. Və min əxvəl ləyəli və mən ətəbil ləyəli. Bu gecələr ən şiddətli gecələrdən sayılır. Ən yədxuləl məqa fi zulmətil-leyl və leysə bicənbi əhəd. Yəni ümumiyyətlə insan gecə vaxtı çox vaxt qaranlıqda qəbirstanlığa girməyə qorxur tək, yanında bir kimsə olmadığı halda. Yəni qəlbində qorxu yaranır. Amma insan özü-özlüyündə qorxmadığını hiss etdirsə belə, amma insanın qəlbində, daxilində qorxular vardır. Əmmə idə kuntə təhtə turab əynə stəxruc. İnsan məsələn qəbirstanlığa gəlir, qaranlıqda, qorxduğu zaman oranı tərk edə bilir. Amma torpağın altında olduğu zaman insan hara çıxacaq, hara qaçacaqdır. Və qışqıra bilmirsən. Nəsə əldə edə bilmirsən, ünsiyyət edəcək bir kimsə yoxdur. Və buna görə də insan bunun üçün çalışmalıdır. O gecə üçün, o an üçün çalışmalıdır. Yəkfi sətəmu sətəlqallah. Yəni ona görə qəflət kifayətdir. Allahla görüşəcəksən, vallahi heç kəs sənə fayda verməyəcəkdir. Əgər bu dünyada Allahdan qafil olmusansa, malın sənə fayda verməyəcəkdir. Əgər o malı haramdan toplamısansa, ribadan, faizdən, rüşvətdən, heç kəs sənə fayda verməyəcəkdir.
Və kiməsə qarşı zülm etməkdən həzər et. Həddini aşmaqdan. Və yaxud hər hansı bir məxluqa aşağılamaqdan. Ola bilsin, sənə bəddua edər. İhdar ən təcəl beynək və beynəllah zunub turfa sətəmud sətəlqallah. Və həmçinin həzər et səninlə Allah arasında günahların qalmasından. Və onunla Allahla görüşə bilərsən. Təxrucu minəd dünya ilallah sətə'uş əyyəmən. Bu dünyada bəlli günlər yaşadıktan sonra dünyadan çıxacaqsın. Sətətəb fi zulmətil qabr. O qəbrin zülmətinə girəcəksən. Necə ki, Hasan Basri Rahiməhullah deyir ki, gecələr içərisində ən yorğun, ən şiddətli olan insanın ilk qəbirə qoyulduğu gecədir. Və bütün insan hər şeyi tərk edir, dünyanı, zövcə, evlad, mal, evlər, vəzifə. Və in kunta fi a'la rutəbid dünya sətucərrad minhə. Dünyada ən yüksək vəzifədə olsan belə, yenə tərk olunacaqsan. Onları tərk edəcəksən. Və o çuxura, o quyuya kəfənlə girəcəksən. Dünyada nə qədər ucalsan belə, hansı sahələrdə və həmçinin evin nə qədər hündür, uca olsa belə və özün də nə qədər ucalsan da, dərəcən də ucalsa, yenə qəbrə girəcəksən, o ağ kəfəndə. Və sətəişu təhtəl ard və yerin altında yaşayacaqsan, sənin yatağın torpaq olacaqdır. Sağın torpaq, solun torpaq, yuxarıda da daşlar. Və sətəzir fi ədədil əmvat və ölülərin sırasında olacaqsın. Yoldaşların, sevdiklərin, əzizlərin hamı səni tərk edəcək sənə. Sənin üçün göz yaşı axıtdıqdan sonra, kədərləndikdən sonra. Əlləzi nəzələ fil yevm əl-əvvəl səyəkun xəbər və fatik aleyhim sa'bən. O birinci gün sənin ölüm xəbərin onlara ağır gələcəkdir. Və deyiləcəkdir, filan kəs ölüb. Və zənglər gələcək bunu dəqiqləşdirmək üçün, sənin ölümünün dəqiq olmadığını yoxlamaq üçün. Və deyiləcəkdir, bəli, filan kəs ölüb. Və sonra bunun ardınca bir xəbərlər gələcəkdir. Və sənin yaxınların nə edəcək? Sözsüz ki, dualar olur və onun üçün narahat olurlar, yəni insan öldüyünə görə. Və bundan sonra isə artıq məsələ sakitləşməyə başlayır və məsələ adiləşir. Və fil yevmil thəlis təbdəl umur təxaf əksər. Üçüncü gün isə bundan da daha yüngül olur. Və lə yəzəl fi kulli yevm həttə in zəkərt yuqal kəlimə abir rahiməllah. Və ondan sonra isə sadəcə ötəri bir kəlmə Allah ona rəhm eləsin. Allah onun üçün asanlaşdırsın. Belə dualar olur. Yəni artıq insan unudulur. Hər şey tərk edir. Onun ən yaxınları belə insanı unudur. İdə mə nəfəətə nəfsəki minəl-ən lən yənfəəkə əvlədük. Əgər desən bugün, indidən özünə fayda vermirsənsə, evladların səndən sonra fayda verməyəcəkdir. Əgər bugün sən özünə xəstlik edirsənsə, evladların sənə qarşı daha xəstə olacaqlar. Əgər sən xəstlik edirsənsə, salih əməllərə qarşı qohumların, evladların da xəstə olacaqlar. Və əhlukə sətəkun əşədd aleyk min nəfsik və sənin ailən sənin özün üçün səndən daha şiddətli olacaqlar. Əgər sən özün əməl etməmisənsə. İdə kən əhəbbun nəs ləkə humul əvlad. Əgər sənin ən sevdiyin kimsələr evladlarındırsa, səni tərk edəcəklər. O ki qaldı, yoldaşlar, dostlar və buna görə də insan o gün üçün hazırlaşmalı. Yəni artıq insan qəfləti tərk etməli.
Yəni əsas məqsəd, hədəf insanda dünya olmalı deyildir. Və qəfildən ölüm insanın sahəsinə enir və sonra qəbirdə torpağın altında olur. Və buna görə də bütün bunları bildikdən sonra gərək insan diqqətli olsun. O gün fayda verəcək əməllərə həris olsun. İnsan üçün ən çətin olan bu həyatda onun ruhunun çıxmasıdır və dünyadan qırılmasıdır. Leytəl abd mətə tiflən ləm yəkun mükəlləfə. Kaş ki insan uşaq olaraq ölərdi, mükəlləf olmazdı. Yəni təklif, yəni mükəlləflik qələmi gəlməzdən əvvəldir dünyadan çıxardı. Ləm yəkun məxluqan bəşəriyyən innəhə qamarat. Çünki o anlar ağır anlardır. Səkaratul məvt, yəni ölümün ağır anları şiddətli anlardır. وَلْنَسْتَعِدَّ جَمِيعًا بِالْأَعْمَالِ الصَّالِحَةِ قَبْلَ فَوَاتِ الْأَوَانِ. Və buna görə də vaxt keçməzdən əvvəl onun üçün hazırlaşaq. O peşmançılıq gəlməzdən əvvəl. Hansı ki o gün insana peşmançılıq fayda verməyəcəkdir. Və onun arzulaması ona fayda verməyəcəkdir. Və sonunda da Allah Teala'dan istəyirik ki bizə rəhm eləsin. İzə sırnə fil qubur, qəbirlərdə olduğumuz zaman, o zülmət içərisində, o qaranlıqda olduğumuz zaman Allah Teala rəhm eləsin. Allah Teala bütün ölmüş müsəlmanlara, qəbirdə olanların hər birinə rəhm eləsin. Ona kifayətlənir. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.